Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir orijinal ütünü təmirə gətiriblər. Ütü hərdən işləyir, hərdən işləmir. Su axıdır. Problem var. İndi ortağın nəticəni bir yerdə izləyək. 8 güşəli açar növü ilə də bu ütünün 1 və 2 filtri var. Açırıq, asmağa davam edirik. Problem buradadır. Biz beyni termostata köçürüləcək. Demək, su axıtmasına görə də bütünü söktü. Bunlar hamısı tozdu. Təmizlədik. Bu hissələri də söktük. Bərpələdik. Təmizlədik. Bu hissəni də təmizlədik. Yəni, görünən görünməyən hissələr var. Bunlar hamısı tərtəmiz təmizləndi. Qırıqların cızılmaq şərti ilə açdıq, yığdıq. Yəni də yığmağa davam edirik. Demək, bağladıq, iç hissədən qalayladıq, üstdən zaklovka eləyəcəyik. Bu hissəni də belə bu cürlə qalalayıb iynə kimi çıxartmışıq. Burada da preslədik. Mosotkaları taxdıq. Bu hissəni rezinlə bağlayacaq. Sıxılanda özü öz yerini tutacaq. Hissəsində rezin qoyduq, indi aparatla sıxaq. Bu qayda da sıxdıq. Bu hissələri təmizlədik, yağladıq. Mütləq şəkildə yağ olsa daha yaxşı olar. Beyin termostata tam köçürüldü. İşığı dəyişdik. Özünkü sxema ilə olduğuna görə burada işləyə bilməzdi. Demək, üzərinə su əlavə eləmişik. Demək, belə tutanda su axırdı. Belə deyək. İndi hal-hazırda axmır. Yəni, xlastoy vəziyyətdə də yoxlamışdım. Su axırdı. İşığı yanar. Qızır. Buradan su verir. Hər bir şey işləyir. Hal-hazırda ampermetrə qoşmuşuq. Termostat işlədi. Yəni, istini götürür. Su əlavə eləmişik. Demək, bir filtr buradadır, bir filtr arxadadır. Qızsın. Hər bir şey işləyir. Bu qədər. Çox sağ olun, izlədiyiniz üçün.